Məsələyə din xadimlərinin də münasibətini öyrənməyə çalışdıq. Onlar da hesab edirlər ki, bu mövhumatdan və xurafatdan başqa bir şey deyil. Amma cəmiyyətdə bu cür davranışların kökündə həkimlərə olan etimadın azalması dayanır. Bu birbaşa mövhumat və xurafatdan ibarətdir. Doğrudur, Quran-ı Kərimdə Allah Teala buyurur ki, Quran aləmlərə rəhmət və şəfadır. Ancaq şəfa burada konkret tibbi xəstəliklərə şəfadan söhbət getmir. Çünki Quran tibb kitabı deyil. Bunun yazdığında oxumaq olmur. Biraz da qarışıq yazıblar ki, ola bilsin oxunmasın. Və yaxud da mənasız bir şeydir. Yəni, ərəb hərflərinə oxşasa da belə bir nəsə anlamlı bir cümlə qurmaq mümkün deyil burada. Uzun sözün qısası əlacı xurafatda yox, təbabətdə axtarmaq lazımdır. Həkimlər bildirirlər ki, vaxtında müdaxilə olunmasa, sadə bir Dəmirov xəstəliyi belə inkişafda ləngiməyə və sağlamlıqda ciddi problemlərə gətirib çıxara bilər. Mollaların və tibb sahəsinə yad digər şəxslərin müdaxiləsi sadəcə vaxt itkisinə və riskin artmasına səbəb olur.